Biotinaz əksikliyi orqanizmdə biotin adlanan vitaminin orqanizm tərəfindən mənimsənilməməsi və onun geri dönüşümünün mümkün olmadığı bir genetik bir xəstəlikdir. Adətən uşaqlarda ilk 2-3 ayda öz simptomlarını göstərməyə başlayırlar. Dirəncli epilepsiya, dərmanlara tabe olmayan epilepsiya, saç tökülməsi, eşitmə azlığı, dəridə dermatit və s. kimi problemlər, keçməyən infeksiyalar və s. kimi simptomlarla özünü göstərə bilər. Ancaq nisbətən kəskin olmayan formalar isə özlərini yüngül, gəlişim geriliyi, autizm spektr pozuntusu, bəzən epilepsiya kimi simptomlarla özünü göstərə bilir. Biotinaz əksikliyi çox rahatlıqla topuq testində müəyyən olunan və müalicəsi mümkün olan xəstəliklər qrupundandır. Çox təəssüf ki, hal-hazırda bizə müxtəlif gəlişim geriliyi ilə müraciət edən uşaqlarda müayinələr zamanı kifayət qədər xəstədə biotinaz əksikliyi müəyyən edə bilirik. Ancaq bunun diaqnozunu gec qoyduğumuz zaman uşağın geriliyinin artıq qarşısını ala bilmirik. Bu səbəbdən əziz valideynlər, övladlarınız yeni doğan dövründə mütləq topuq testini etdirin və əgər müalicə olunan bir xəstəlik varsa, onun üçün gec qalınmasın.